Azərbaycan təbii qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir. Bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı qrupunun 2026-cı il üzrə illik toplantılarının açılış mərasimində çıxışında söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz qlobal enerji sahəsində mühüm iştirakçıya çevrilib. Çox müsbət sərmayə siyasəti sayəsində milyardlarla investisiyalar müxtəlif sahələrə yatırıldı, o cümlədən enerji sahəsinə yatırıldı və boru kəmərlərin çəkilməsi, Xəzər dənizinin, Aralıq dənizi, Qara dənizi ilə birləşdirilməsi və dənizdə olan qaz yataqlarının işlənilməsi, Avropa bazarlarına çıxışını əldə edilməsi, bu bizdən səyləri, diplomatiyanı, siyasi münasibəti, yaxşı qonşularla münasibətləri və bizim qonşularının qonşularla münasibətlərinin qurulmasını tələb etdi. O cümlədən nüfusun qazanılması və müqavimətli iqtisadiyyatın qurulmasını tələb etdi. Bütün bu meyarların kombinasiyası Azərbaycana mühüm enerji təchizatına çevrilməsinə imkan yaratdır. Və həmçinin təbii qazın təchizatına gəldikdə Azərbaycan bugün məhz təchizatın coğrafiyası baxımından birinci yerdədir. Biz 16 ölkəyə təbii qazı təchiz edirik və bu sayı ilbəil artır və artmaqda da davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələr və istehlakçılar onların məhz maraqlarına xidmət edir.